Salam aleyküm əziz izləyicilər. Mənim sözüm buradan Güney Ağamalyadır, deputatımız hansı ki dırnaqarası deputatımız veya deyək ki, çünki deputatın vəzifəsi odur ki, gəlsin xalqın dərdini dinləsin, geçsin parlamentdə çatdırsın hər bir problemi ki, yəni bu problemlər həll olunsun. Amma bu bizim deputat bizim xalqın əleyhinə durub çıxış edir ki, əgər biz dövlət uşaq pulu versə, bizdə kişilərimizə tənbəllik əmələ gələr. Birincisi, uşaq pulu vermək dövlət nə də sən öz cibindən vermirsiniz. Yəni nə prezidentimiz, nə nazirlərimiz öz cibindən vermir bizə bu pulu. Hansı dövlətin gəlirləri var, yəni yeraltı, yerüstü sərvətləri var, vergiləri var, cərmələri var. İndi də Allah şükür cərmələrimiz qalxıb hara. Hər bir şeyə cərmə təqdim edirlər. Yəni siz bizə o qədərmi uşaq pulu planlaşdırırsınız ki, hər bir uşağa 1000 manat, 1500 manat uşaq pulu verəsiniz, biz işləməyəcəyik. Halbuki ki, bildiyimiz bu düşmənimiz olan Ermənistanda uşaq pulu verilir, Gürcüstanda uşaq pulu verilir, Rusiyada uşaq pulu verilir. Avropanın ölkələrində uşaq pulu verilir, digər köməkliklər də olunur. Bir də qeyd edirsiniz ki, ailədə bir kişinin işləməyi bəs eləyir, yəni ailənin dolanmasına. Yaxşı, onda siz deputat, orada nə gəlsiniz? Deputatlığınızı, mandatınızı verin, təhvil verin, çıxın gedin parlamentdən, qoy ehtiyacı olan gəlsin, orada işləsin və öz ailəsini dolandırsın. Sizin paylaşımlarda gördük ki, sizin 20 hektar əraziniz var, hələ ki biz birini gördük. Əlbəttə digər başqa ola bilər ki, başqa yerlərdə sizin nələriniz varsa onu bilmirəm, amma hələ bir gördüyümüz bir dənə 20 hektar ərazisində olan sizin fermanızı gördük. Hansı ki o fermanın dəqiqə hesablasaq 1 milyon dəyərində qiyməti var. 1 milyon dəyərində onun qiyməti var. Siz bu pulları hardan almışsınız? Hardan almışsınız? Bu 8000 manatdan. 8000 siz gəldiniz, elə təzədən atanız ola bilər ki, atanızın vaxtında 4000 manat, 4000 neçə manatdır. Oradan da yəni hamısı sizin pul deyil, oradan da siz xalqın pulunu yeyirsiniz. Çünki onun yarısı sizin öz maaşınızdır, yarısı da sizə alınan xərclərdir. Yəni siz hara gedirsinizsə də onu haqq hesab edirsiniz. Siz indiyə kimi o haqq hesab eləməmisiniz ki, siz aldığınız maaşın yarısı sizin büdcədir. O büdcədən sizin toxunmağa haqqınız yoxdur. Çünki o dövlətin puludur, xalqın puludur. Yəni ki, sizin yanınız gəlir.